Salam müəllimlər, bugün biz qısnama və qarşısının alınma yolları mövzusunu öyrənəcəyik. Yəni qısnama nədir? Bullying deməkdir. Bullying mövzusu geniş bir mövzudur. Onun demək universal olaraq tərifi yoxdur. Lakin kriminoloq demək belə bir tərif verir buna. Yəni bullying nədir? Bullying güclü şəxsin zəif şəxsə təkrarlanan psixoloji və fiziki əzab verməsidir. Deməli, Farrington belə bir tərif verir, deyir ki, bullying nədir? Güclü şəxsin zəif şəxsə təkrarlanan fiziki və psixoloji əzab verməsidir. Və bullyingin müxtəlif növləri var ki, onlar haqqında məlumat alaq. Demək, bullyingi edən şəxsə bully deyilir. Bully sevmədiyi şəxsi, xoşlanmadığı bir şəxsi daimi olaraq incidəcək. Məqsədli şəkildə. Bunu etdikdə ona zövq gəlir, yəni ondan zövq alır. Demək, məqsədə görə bullyingin növləri var. Hansı növlərdir? Məqsədli bullying, məqsədsiz bullying və məqsədsiz bullying də özü iki yerə bölünür. Düşünülməmiş bullying, bir də tədris bullyingi. Məqsədli bullying nədir? Yəni, bully məqsədli olaraq qarşı tərəfi incidəcək. Məsələn, o qarşı tərəfi inciyəndə, o şagird inciyəndə ondan zövq alacaq. Onun ağlamasından, onun əsəbləşməsindən zövq alacaq. Bunu bilə-bilə qəsdən edəcək. Məqsədli bullying budur. Məqsədsiz bullying nədir? Yəni, şagirdin digərini incitmək məqsədi yoxdur. Sadəcə olaraq, özü də bilmədən qarşı tərəfə deməli, psixoloji və yaxud fiziki təsirə məruz qalır. Qarşı tərəfi fiziki və psixoloji təsirə məruz qoyur. Məsələn, idmana gedən şagirddir, idmançıdır. O, idman hərəkətlərini bir şagirdin üzərində tez-tez təkrarlayır. O, düşünmür ki, qarşı tərəf bundan narahatçılıq yaşayır, özünü gücsüz hesab edir. Fərqinə varmır, düşünmədən bu hərəkətləri edir. Yəni, düşünülməmiş bullying budur. Özü də bilmədən qarşı tərəfə təsir göstərir. Və o qarşı tərəfdə qapalı düşüncə tərzinə çevrilə bilər. Yəni, o artıq özünə qapanacaq, toplum içində sınacaq, yoldaşları qarşısında sınacaq və bu da deməli, düşünülməmiş bullyingin göstərdiyi fəsadlardır. Tədris bullyingi var. Tədris bullyingi nədir? Yəni, müəllim bilmədən şagirdə, məsələn, hər bir istənilən bir şagirddir, onun səhvini digər şagirdlərə nümunə göstərəcək. Bu da qarşı tərəfi incidəcək. Və yaxud digər, məsələn, dərslərini daha yaxşı oxud, müəllim bilmədən bu bullyingi edir. Əgər yaxşı oxumasan, səninlə belə danışmayacam. Səninlə başqa cür danışacam. Hədəliyir, səs tonunu dəyişir. Bu da qarşı tərəfə psixoloji olaraq təsir edir. Bu da, deməli, tədris bullyingi olur. Və bullinin göstərdiyi davranışa görə bullyingin növləri var. Dedik ki, bully kimdir? Bullyingi törədən şəxsdir. Fiziki bullying var, bir də qeyri-fiziki bullying var. Yəni, fiziki bullying nədir? Qarşı tərəfə güc tətbiq edəcək, vuracaq, döyəcək və yaxud dövlət əmlakına, məktəbə, digər binalara daşla o pəncərənin şüşəsini sındıracaq. Bax, bu da fiziki bullying hesab olunur. Şagirdlər var ki, bir qrup şagirdlər məktəbin pəncərəsinin şüşəsini sındırır. Bax, bu da fiziki bullyingə aid nümunədir. Və yaxud bir nəfəri döyəcəklər, onu incidəcəklər. Bunlar da fiziki bullyingə aiddir. Qeyri-fiziki bullying nədir? Onun növləri var. Verbal bullying, qeyri-verbal bullying, sosial bullying. Yəni, burada şagird digərini döyməyəcək. Sadəcə olaraq sözlə ələ salacaq. Məsələn, verbal nə idi? Sözlü, səsli. Şagird istəyir yazılı olsun, istəyir şifahi olsun. Yəni, sözlə qarşı tərəfi ələ salır, uşaqlar içərisində sındırır. Məsələn, yaxşı oxuyan şagirddir, eynək taxır.
o şagirdə dörd göz deyib öz aralarında gülürlər. Şagird də ondan psixoloji olaraq deməli psixoloji təsirə məruz qalır və bu da şagirdə pis təsir eləyir. Qeyri-verbal bullying nədir? Məsələn, şagirdin karikaturası, şəkil çəkəcəklər lövhədə və yaxud eybəcər karikaturalar çəkəcəklər. Bu da şagirdə yenə sındırmaqdır kollektiv içində, şagirdi təkləməkdir ki, qeyri-verbal bullying də budur. Sosial bullying nədir? Qruplaşma olacaq. O qruplaşmış şagirdlər bir nəfəri incidəcək. İstəyir sözlə, istəyir fiziki olaraq. Yəni bunlar demək olur sosial bullying. Yəni harda qrup, kollektiv sözünə rast gəldiniz testlərdə, bilirsiniz ki, o olur sosial bullying. Daha sonra bullyingin birbaşa və ya dolayı yolla təsirinə görə bullyingin növləri var. Vasitəsiz bullying, vasitəli bullying. Vasitəsiz bullying nədir? Şagird bunu özü edəcək. Yəni bully bu davranışı özü göstərəcək. Vasitəli bullying nədir? Özü etmir, dolayı yolla başqasına, məsələn, dostuna etdirəcək. Şagird tutaq ki, bir nəfər bufetdən öz üçün yemək alır, o dostunun əli ilə onun yeməyini onun əlindən alacaq. Yəni, vasitəli bullying budur. Və yaxud bullyingin digər növləri, fiziki bullying olsun, qeyri-fiziki bullying olsun, yəni verbal, qeyri-verbal, sosial bullying. Bax, bunların hər biri də vasitəli bullying də ola bilər, vasitəsiz bullying də ola bilər. Yəni, şagird və yaxud bully bunu özü birbaşa həyata keçirə bilər və yaxud başqasına elətdirə bilər dolayı yolla. Bu da olur birbaşa və yaxud dolayı yolla bullyingin növləri. Daha sonra bullyingin xüsusi növü var ki, bu da kiberbullyingdir. Yəni, virtual aləmdə, sosial şəbəkələrdə şagirdin şəxsi məlumatlarını yaymaq, onu təhqir etmək və yaxud daha irəli getmiş o virtual aləmdə daha şagirdi gözdən salan psixoloji travma yaşadan bullyingin növüdür ki, bu da kiberbullying adlanır. Demək, biz bullyingin aradan qaldırma yolları var. Yəni, müəyyən etmək üçün nə etməliyik? Bullyingi necə müəyyən edək? Necə bilək ki, bu şagirdə bullying törədilib? Yəni, bullyingə məruz qalıb bu şagird. Bunun üçün, bullyingin müəyyən olunması üçün demək, məktəbdə elə bir pozitiv mühit yaratmaq lazımdır ki, şagirdlər özlərini sərbəst ifadə etsinlər, fikirlərini sərbəst şəkildə ifadə etsinlər, özlərini təhlükəsiz hesab etsinlər. O pozitiv mühit yaratmaq lazımdır ki, şagird rahat şəkildə ona olunan o münasibəti, ona göstərilən o təzyiqləri şagird rahat şəkildə müəllimə deyə bilsin. Və bullyingin müəyyən olunması üçün bütün məktəb heyəti, yəni müəllim, direktor müavinləri, psixoloq, köməkçi və texniki işçilər hər biri bir-biri ilə əməkdaşlıq etməlidir və bu hadisəyə göz yummaq, yəni böyük bir fəsadlara gətirib çıxara bilər. Şagirdlərin şəxsi portfolyolarının yaradılması. Yəni, şəxsi qovluqlar var ki, orada biz şagirdin tək biliyi, bacarığı haqda məlumat vermirik, onun davranışı haqqında da ailədə və yaxud məktəbdə o şagird necə davranır, o haqda da o şagirdin davranışı haqqında da məlumat verilir. Və bu portfolyonun, şəxsi portfolyosuna baxaraq da biz o şagirdin davranışına görə bullyingin aşkar edə bilərik. Valideynlərlə əməkdaşlıq. Məsələn, biz valideynlərlə əməkdaşlıq etməliyik. Valideynlərdə ola bilsin ki, şagird məktəbdə ona olunan o göstərilən o təzyiqi ailədə anasına və yaxud digər ailə üzvlərinə deyir
Müəllim valideynlə əlaqə saxlamalıdır, yəni əməkdaşlıq etməlidir. Övladında hər hansı bir məktəblə bağlı hər hansı bir narahatçılığı varmı? Yəni sinif rəhbəri ilə valideyn arasında əməkdaşlıq olmalıdır. Daha sonra esse yazmaq, yəni esse yazılması da demək bullyingin müəyyən edilməsində ən vacib hallardan biridir ki, burada da İsveç psixoloqu bullying üzrə mütəxəssis Anatol Pikas esse yazdırmaq üçün demək bullyingin müəyyən olunması yollarını öyrənib və bu daha effektivdir deyə bunu təcrübədən keçirib. Deməli, şagirdlər esse yazdıqda real hadisələrə əsasən esse yazmalıdır və bu da bu esseyə əsasən bullyingin olması artıq müəyyən olunacaq. Anonim sorğu keçirmək. Yəni anonim sorğu keçirdikdə, məsələn, orada bir anket sorğusu olur, buna aid burada nümunə verilir. Və sorğu nümunəsi belədir. Əsas terminlər nədir? Məqsəd yönlü, incitmək, davamlı, müddət, güc, provokasiya. Bax, bu bullyinglə bağlı olan terminlərdir. Bu terminlər yazılır. Əsas sual, yəni burada bullyyə verilən sual var. Bir də bullyingə məruz qalmış şəxsə verilən sual var. Məsələn, bully və ya bullylərin şəxsi incitmək məqsədi olubmu? Belə bir sual. Və yaxud bullyyə verilən sual. Bunu niyə etdin? Məqsədin incitmək idi. Sənin hərəkətinin ona pis təsir etdiyini hiss etdin. Bunu tez-tez edirdin. Bunu nə vaxtdan edirsən? Bax, bu kimi sualları verərək bullying haqda, yəni bu sorğu nümunəsini hazırlayaraq məktəbdə olan o bullyingin müəyyən edilməsini öyrənmək olar. Və yaxud başqa bir bullyingə məruz qalmış şəxsə verilən suala baxaq. O bunu qəsdənmi etdi? Belə bir sual verilir. Onun hərəkəti sənə pis təsir etdi. O bilirdi bu sənə pis təsir edib. Bu tez-tez baş verirdi. Sənə qarşı bullying nə zaman başlayıb? Sən bullyingin yanında özünü necə hiss edirsən? Bullyingin diqqətini cəlb etmək üçün nəsə etmirsənmi? Yəni, bax, bu kimi suallar verərək bullyingin müəyyən olunması yollarını demək, öyrənmək olur. Daha sonra bullyingin qarşısının alınma yolları necədir? Yəni, burada bullyingin qarşısının alınma yolları üçün nələri etmək lazımdır, onlara baxaq. Demək, bullyingin qarşısını almaq üçün mənəvi dəyərlərin aşılanması. Yəni, mənəvi dəyərlərin aşılanması dedikdə, məsələn, biz nəzəriyyələr keçmişik. Lawrence Kohlbergin mənəvi inkişaf nəzəriyyəsi, Daniel Goleman'ın emosional intellekt nəzəriyyəsi. Bax, bu mənəvi dəyərlərin aşılanmasında bu, deməli, psixoloqların əsərləri aşılanmalıdır. Məsələn, mənəvi dəyərlər var ki, Lawrence Kohlbergin mənəvi inkişaf nəzəriyyəsində. Məsələn, orada 3 səviyyə var idi. Prekonvensional səviyyə, konvensional səviyyə, postkonvensional səviyyə. Yəni, bu səviyyələrin hər biri də 2 mərhələdən ibarət idi. Yəni, insanlar, müxtəlif insan tipləri var ki, bu mənəvi dəyərlərə sahibdirlər. Məsələn, elə insanlar var ki, itaət və cəza, individualizm, nə deməkdir bu? Yəni, bu nəticəyə köklənən bir deməli dəyərdir. Bu nə deməkdir? Şagird cəzaya görə qanuna əməl edəcək. İtaət və cəza budur. Məsələn, hər hansı bir cəza var, o cəzanı bilir, ona görə şagird o qaydalara əməl edəcək. O düşünməyəcək ki, mən bu qaydalara əməl etməliyəm. Ona görə edir ki, sonda onu cəzalandırmasınlar. Yəni, itaət və cəza budur.
Və individualizm nədir? Şəxsi maraq. Yəni şagird bu yaxşılığı digər yoldaşına edir ki, sabahda o mənə bu yaxşılığı edəcək. Yəni burada şəxsi marağı var bunun. Yaxşılığı edim ki, sabahda o mənə etsin etdiyim yaxşılığı. Bax, bu nəzəriyyələr, mənəvi inkişaf nəzəriyyələri şagirdlərə öyrədilməlidir və şagirdlər hansı səviyyədədir? Müəllim onu xüsusi sorğu vasitəsilə, xüsusi deməli suallar vasitəsilə, dilemmalar vasitəsilə onu müəyyən edəcək və şagirdin inkişaf etdirəcək, postkonvensional səviyyəyə gətirəcək. Yəni sosial müqavilə və universal etik prinsiplər mərhələsinə gətirəcək şagirdi. Yəni dünya miqyasında 10-15% bu deməli mənəvi dəyərə sahib olan insanlar var ki, bunlar da çox azdır və bu məktəblərdə o şagirdlər üzərində tapşırıqlar əsasında müəyyənləşdirilib, şagirdlərdə inkişaf etdirilməlidir. Məsələn, qəbul olunma var, konvensional səviyyədə qəbul olunma var, sosial nizamı qoruyaq, yəni səlahiyyət və sosial nizamı qoruyaq mərhələsi var. Bu nədir? Məsələn, qəbul olunma nə deməkdir? Şagird başqasına kömək edəcək həmişə, topluma kömək edəcək. Məqsəd nədir? Qoy mənə yaxşı desinlər. Desinlər ki, filan kəs nə yaxşı uşaqdır, nə yaxşı oğlandır, kömək edir insanlara. Yəni, cəmiyyət tərəfindən qəbul olunma budur ki, cəmiyyət bunu yaxşı adam kimi tanısın. Amma əslində necə olmalıdır? İnsan insana kömək durmalıdır, onun halından anlamalıdır, empatiya hissi olmalıdır, yəni insansevərlik, humanizm olmalıdır. İnsanlar bir-biri ilə yardımlaşmalıdır, öz çətinliklərini, sevinclərini bölüşməlidir ki, onlar rahatçılıq tapsın. Amma mən bu yaxşılığı edim, cəmiyyəti düşünüm, qoy mənə yaxşı desinlər. Bu yanlış bir deməli davranışdır ki, bu da məsələn Haynes dilemması var idi, Joe dilemması var idi. Onun əsasında müəllim suallar verəcək və şagird hansı mərhələdədir, onu bilərək şagirdi inkişaf etdirəcək. Yəni biz danışırıq burada bullyingin qarşısının alınma yollarından. Biri də nədir? Mənəvi dəyərlərin aşılanması. Biz danışdıq mənəvi inkişaf nəzəriyyəsindən və başqa bir nəzəriyyə var, emosional intellekt nəzəriyyəsi var ki, burada da emosional intellekt nədir? İki cür zəka var. Daniel Golemanın əsəridir emosional intellekt nəzəriyyəsi. Rasional zəka var, bir də emosional zəka var. Rasional zəka idraki fəaliyyətə yönəlir, yəni bilik və bacarığa yönəlir. Amma bununla bərabər hər bir insanın emosional intellekti olmalıdır ki, o toplum içərisində, cəmiyyət içərisində öz işində uğur qazansın. Yəni insanların hisslərindən anlasın, yəni tanısın, öz hisslərini dərk etsin, tanısın, özünü idarə etməyi, hisslərini idarə etməyi bacarsın, empatiya hissi olsun, yəni başqasının yerinə qoya bilsin özünü və onun hisslərindən anlasın. Bax, bu nəzəriyyələr bullyingin qarşısının alınması sahəsində çox dəyərli bir nəzəriyyələrdir ki, biz bunu deməli aşılamalıyıq şagirdlərə. Daha sonra buzqıran strategiyalarının istifadəsi. Bunlar da önəmlidir. Məsələn, şagirdlər arasında ortaq fikirlərin olması, bunu aşkar etmək və bu şagirdlər arasında soyuq münasibəti aradan götürür və şagirdlər bir-biri ilə daha isti münasibətdə olurlar. Valideynlərlə əməkdaşlıq və onların maarifləndirilməsi. Bu da deməli bullyingin qarşısının alınma yollarından biridir ki, biz valideynlərlə əməkdaşlıq etməliyik və maarifləndirmə işləri aparmalıyıq. Məktəbdə bu kimi hadisələr ola bilər, yəni bullyinglər ola bilər. Onların növləri haqqında valideynləri maarifləndiririk və müəyyən bilgilər əldə edirik ki, və bunun da konfidensiallığı qorumaq şərti ilə edirik. Yəni bu gizli, məxfi olaraq qalır.
Məktəb psixoloqu ilə əməkdaşlıq, şagirdlərin maarifləndirilməsi. Yəni biz şagirdlərə də bu haqqda məlumat veririk ki, məktəbdə belə bir hallar baş verə bilər. Məsələn, digər məktəblərdə olan hadisələrdən şagirdlərə danışmalıyıq və aqressiv şəkildə danışmalı deyilik. Sadəcə olaraq onu şagirdləri maarifləndirmək baxımından. Məsələn, rollu oyun və simulyasiya iş üsulundan istifadə edərək bullyingə məruz qalmış şəxsin o duyğularını, o çəkdiyi istirabı səhnə şəklində, rollu oyun, yəni iş üsulundan istifadə edərək səhnələşdirəcək müəllim və bu da canlı olaraq şagirdlər bunu görəcək və bunun doğru olmadığını, necə insana pis təsir etdiyini şagirdlər yaşayacaq. Daha sonra müəllimin rol model olması. Yəni müəllimin rol model olması, müəllim özü şagirdlərlə sağlam mənəvi psixoloji mühit yaratmalıdır. Yəni şagirdin qorxmadığı, çəkinmədiyi bir mühit yaratmalıdır. Şagird fikrini, o duyğularını rahat şəkildə müəllimə bildirməlidir. Əgər müəllim sərt davranırsa, hər hansı bir səsində və yaxud şagirdə qarşı demək sağlam mənəvi psixoloji mühit qurmadıqda artıq burada bullying halları da yaranır. Bu da tədris bullyingidir. Yəni müəllim o mənəvi inkişaf nəzəriyyəsini, Golemanın emosional intellekt nəzəriyyəsini bilir, yəni bunu tətbiq etməlidir, bunu öz işində tətbiq etməlidir. Hər bir şagirdlə düzgün davranmalıdır və hər bir şagirdə onun, necə deyim, sağlam mənəvi mühit yaratmalı ki, şagird özünü sərbəst şəkildə ifadə etsin, çətinliyini müəllimə desin. Demək, dərsimiz bu qədər. Biz nədən danışdıq? Bullyingdən danışdıq, onun növlərindən danışdıq, onun müəyyən olunmasından danışdıq. Demək, biz bullyingdən danışdıq və onun necə müəyyən olunması, onun necə aradan qaldırılması haqqında öyrəndik. Əgər dərsimiz sizin üçün faydalı oldusa, abunə olmağı, öz dəyərli fikirlərinizi yazmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşənədək.